mühüm bir məsələdir. Yəni, əksər müsəlmanların günaha düşdüyü bir günahdır. Elə bir günahdır ki, görürsən ki, çox müsəlmanlar bu günaha düşürlər. İstər həyatda olsun, istər internet vasitəsilə, istər televizora baxmaqla, və yaxud da hansısa bir YouTube-da və yaxud da Facebook'da videolar izləməklə insan bu günaha düşmüş olur. Bu da göz zinasıdır. Göz zinası. Qadın fitnəsi yəqin ki, eşitmişsiniz, amma kişi fitnəsi eşitməmişsiniz. Kişi fitnəsi deyilən belə bir şey yoxdur, amma qadının fitnəsi var. Qadının fitnəsi də dəhşətdir. Ona görə də Allah Rasulü qadınlar barəsində çoxlu sayılı hədislər var, buyurub, söyləyir. Ki, 2 dənə qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Və yaxud da qadınlar ən çox ərlərinə qarşı nankorluq edirlər. Bu, onlar haqqında deyilən hədislər və həmçində əgər Allahdan qeyrisinə səcdə etmək əmr olunsaydı, Allah Rasulü buyurur ki, qadınlar əmr olunardır ki, öz ərlərinə səcdə etsinlər. Və qadın fitnəsi haqqında da Allah Rasulü buyurur, yəni buyurur ki, mən öz ümmətim üçün qadın fitnəsindən daha böyük bir fitnə buraxmadım, tərk etmədim.